Salam, bugün digər videomuzun ardını çəkirik. Digər videomuzda bir sıra nümunələrlə faiz haqqında məlumatlandıq. İndi ardını çəkirik. 18-ci çalışmadan başlayaq. D bərabərdir AB böl C ifadəsində A, B və C müsbət ədədlərdir. A-nı 10 dəfə artırıb, C-ni 5 dəfə azaldıb, B-ni isə dəyişmədikdə D necə dəyişər? Bunu asan həll eləmək, bunun bir çox yolu var həll eləməyin əslində. Amma ən asan olaraq sizə bu hərflərin yerinə ədəd qoymağınızı tövsiyə edərdim. Əsasən də aşağı siniflər bunu ancaq ədəd qoyaraq eləyə bilərlər. Yuxarı siniflər isə hərflər üzərində də vurub bölmə əsasında həll edə bilərlər. Amma gəlin bir ədəd qoyaq hərəsinin yerinə və həll edək. Məsələn, gəlin A-nın yerinə qoyaq. Məsələn, qoyaq 2. B-nin yerinə qoyaq. Məsələn, 8. Əslində 8 yox. Gəlin 10 qoyaq. C-nin də yerinə qoyaq 5. Belə saxlayaq. D-ni də ki, indi tapacağıq. D-ni tapmaq üçün bizə deyib ki, A-nı B-yə vurub C-yə bölün. A 2-dir, vururuq. B 10 qoyduq. C-ni də 5 qoyduq. İndi gəlin bunu hesablayaq. Yəqin ki, hesablamağı bilirsiniz. 4 qalır. Yəni D-miz 4-dür. İndi bizdən nəyə soruşur? Deyir, A-nı 10 dəfə artırıb. Gəlin A-nı 10 dəfə artıraq. A 2-dir. 2-ni 10 dəfə artırsaq 20 eləyir. D bərabərdir. 20 eləyir. D-ni hələ yazmayaq. Aha, 20. Sonra nə deyir? Deyir ki, C-ni 5 dəfə azaldıb. C 5-dir. 5-i 5 dəfə azaltsaq 1 eləyəcək. B-ni nə demişdi? B-ni demişdi ki, dəyişməyək. B-ni 10 seçmişdik. Ona görə elə 10-da saxlayaq. Baxın, görün necə dəyişdi. 2 oldu 20. 10 qaldı olduğu kimi 5-dəki 5 dəfə azaltdıq. 1 oldu. Cavaba baxaq. 20-ni 10-a vurub 1-ə böləndə 200 eləyir. İndi sualda bizdən nə soruşur? D necə dəyişər? D-miz oldu 200. D bərabərdir 200 oldu. D-miz əvvəl 4 idi. İndi 200 oldu. Necə dəyişdi? 4-dən 200-ə necə gəldi? Yəni biz buradan məntiqən baxırıq ki, burada dəfə ilə soruşur deyə. Biri birindən neçə dəfə çox, biri birindən neçə dəfə az olanda həmişə böyük ədəd kiçiyə bölürük də. Yəni biz burada 200-ü bölək 4-ə görək neçə dəfə artıb. Və cavab 50 edəcək. 50 dəfə neynədir? Artdı təbii ki. 4-dən 200-ə artdı. 50 dəfə artar. Buna aid bir nümunə də var aşağıda. Onu da siz özünüz eləyəcəksiniz. Hələ indi o nümunəyə çatmamışıq. Çatanda mən sizə deyəcəm. 19-a baxaq. 4 və bu arada bu yazdıqlarımın hamısını videonu dayandırıb yazın. Birinci izaha baxın. İzaha baxandan sonra onu yazın. Və mənim yazmadığım hissələri də özünüz yazmağa başlayın. 19. 4 və 5 ədədləri ilə mütənasib olan 2 müsbət ədədin cəmi 45-dir. Bu ədədlərin hasilini tapın. Bu tapşırığı həll etməyiniz üçün ədədi mütənasib hissələrə necə bölmək olar adlı bir başlıqda bizim videomuz var və o videoya baxaraq siz bu misalın həllini tam şəkildə biləcəksiniz. Burada düz və tərs olduğu yazılmadığına görə biz düz götürürük, yazılmayanda düz götürürük. Tərs mütənasib bölünsəydi özü yazardı zaten tərs mütənasib olduğunu. Ona görə düz mütənasib olaraq biz bunları böləcəyik. Yadınızdadsa düz mütənasib olanda 4 və 5 olduğu kimi qalır. Yanına hərf artırırıq. Amma cəmi deyirdi. Onları toplayıb 45-ə bərabər eləyirik. Yadınızdadsa belə bir sxem kimi qurmuşduq. Məsələn, 4 və 5 nisbətində bölür deyə yanına hərf artırırdıq. Siz istəsəz başqa hərflər də artıra bilərsiniz və cəmi 45-dir deyir. Ona görə
Bunları toplayıb cavabı 45-ə bərabər eləyirsə, çünki 45 ədədini bölüb 2 yerə 4K və 5K. Bunları tapandan sonra da bu ədədlərin hasilini, K-nı tapandan sonra yerinə qoyub bunları tapırsınız, sonra da ədədlərin hasilini tapırsınız. Sizə də ipucu verdim. Yəni qaldı cavabı deməyim. 47 motosikletçi 48 km/saat sürətlə 8 saat yol getdi və həmin məsafəni 6 saatda hansı sürətlə gedər? Bunu da həll etməyin 2 yolu var. Birinci S bərabərdir V vur T bizim düsturumuz var idi yola aid. Ondan eləmək olar. Birinci yolu tapıb sonra yolu təzədən saata bölüb sürəti tapmaq. Amma bizim mövzumuzun adı faiz nisbət tənasüb olduğuna görə biz bunu tənasüblə həll etməliyik. Deməli 48 km saatla 8 saat yol gedir və buradakı sürəti bilmirik və 6 saat verib. Deməli, burada baxırıq. Tərs mütənasibdir, yoxsa düz mütənasib? Uşaqlar, əgər sürətimiz artırsa, biz həmin yolu təbii daha tez qutararıq, elə deyilmi? Demək ki, baxın, saat burada azalıb, daha tez qutarıb. Yol eynidir, yolun məsafə eynidir. Dəyişmir. İndi sürətimizi artırsaq, yazıram, artırsaq. Bizim saatımız da tez bitəcəkdir. Yəni yol tez bitəcək, sürət çox olanda yol tez qutarırıq. Amma sürət azalsa, yol daha gec bitirəcək. Amma burada məsələn saat azalıb deyə, avtomatik olaraq biz bilirik ki, sürət artıb ki, tez qutarıb da yolu 6 saata qutarıb. Amma sürət 48 olanda məsələn 8 saata eləyirdi. Bu da azalır. Baxın, burada artdı, burada azaldı. Demək ki, tərs mütənasibdir. Tərs mütənasibdə 48 bölü 2, belə xətt çəkirik. Kəsir xətti bərabərdir. 8 bölü 6 yox, 6 bölü 8. Nəyə görə? Çünki tərs mütənasibdir. Düz olsaydı 8 bölü 6 yazacaqdım. İndi bunu tənasüb şəklində özünüz həll etməyi bilirsiniz. 48, 20 ədədi 80-nin neçə faizidir? Faiz nisbətini tapmaq üçün neyinirdik? Birincini ikinciyə bölüb 100-ə vururduq. Keçən dərsimizdə mən bunu izah etmişdim. Deməli, faiz nisbətini tapmaq üçün ya da bir ədəd digər ədədin neçə faizidir tapmaq üçün birincini ikinciyə bölüb 100-ə vururuq. Bunu bir kənara qeyd edin. Mən öz dərslərimdə öz şagirdlərimdən təbii ki, bunları tez-tez soruşuram. Siz də özünüz qeyd edib öyrənin. Deməli, bir ədəd digər ədədin neçə faizidir bunu tapmaq üçün və yaxud faiz nisbətini tapmaq üçün eyni tapılır ikisi də. Birincini ikinciyə bölüb 100-ə vururuq. Yəni 20-ni 80-ə bölüb 100-ə vururuq. Burada 4, 4-lə də 100 gedir, 25 faizidir. 49-u da özünüz tapan, dediyim kimi birincini ikinciyə bölüb 100-ə vurursunuz. 50. 55 ədədinin 20 faizini tapın. Bu çox asandır. Faizin ən asan qaydasıdır. Ədədin faizini tapmaq üçün nə etmək lazımdır? Faiz 1 adlı videomuza baxırsınız və cavabı tapacaqsınız. Keçək 51-ə. Velosipedçi 1200 metr məsafəni 2 dəqiqəyə qət edir. Həmin sürətlə 40 dəqiqəyə nə qədər yol qət edər? Yenə bayaq mən deməli bu çalışmada yazmışdım. 47-cidə. 47-ci necə yazmışdımsa bu da elədir. Sadəcə olaraq orada kilometr idi, burada metrdə. Burada amma bizə məsafəni verib dəqiqəni istəyir. Yəni sürət eynidir. Burası baxacaqsınız ki, əgər 2 dəqiqə gedirsə, yol 1200-dür. Amma 40 dəqiqə gedirsə, yol təbii ki, artacaq. Çünki sürətimiz eynidir də. Yəni, biz yola çıxırıqsa, eyni sürətlə 2 dəqiqə getsək, 1200 metr yol gediriksə, 40 dəqiqə getsək, daha çox yol gedəcəyik. Yəni, dəqiqə artırsa, məsafə də artır. İndi, baxın, görün, düz mütənasibdir, yoxsa tərsi. Baxın, dəqiqə də artdı, məsafə də artdı. İndi özünüz qərar verin. Düz mütənasibdir, yoxsa tərs mütənasibdir. Ona əsasən həll edin. 52, 25 faizi 20 olan ədədi tapın. Uşaqlar, faiz 1 adlı videomuzda bunun izahı var. Faizinə görə ədəd tapmaq üçün nə etmək lazımdır? Onun qaydasını mən yazmışdım. Birinci videoda yadınızdan çıxıbsa açın, baxın və çalışın yadınızdan çıxmasına çox təməl qaydadır. 54, M böl P vur K.
kəsrində m-i 3 dəfə artırıb k-nı 3 dəfə azaltdıqda k-nın isə dəyişmədikdə kəsrin qiyməti necə dəyişər? Yenə uşaqlar, yenə ədəd qoyursunuz. Elə ədəd götürün ki, istəyirsə mən sizə ədədlər verim. Məsələn, m-i qoyaq, nə qoyaq məsələn? 12 götürək. Əslində k-nı 3 dəfə azaldıb k-nı dəyişmədikdə burada yəqin ki p-ni demək istəyib. P-ni 3 dəfə azaldıb. 2 dənə k yazıb, səhvlik var təbii ki. P-ni 3 dəfə azaldıb. Məsələn, bura 6 vur 1 qoysaq. Tamam mı? 6 vur 1. Məsələn, bunu həll edə bilərsinizmi? Burada m 12'dir, m 12'dir. Sonra p 6'dır. Bir də k-dır. İndi k-nı dəyişməsək, m-i 3 dəfə artırsaq, artırın siz özünüz. P-ni də dedim də bu p-dir. P-ni 3 dəfə azaldın, gətirin yazın. M-i artırıb yazırsınız, sonra p-ni azaldıb yazırsınız, vurulsun. K-nı dəyişməyin, K1 olaraq qalacaq. Aha, bir bunun cavabını tapın, bir də bunun cavabını tapın. Görün cavablar arasında fərq nə qədərdir? Yəni bunun cavabı neçədir? Sonra bu tapdığınızda yerinə qoyun. Sonra bunun cavabına baxın. Görün nə qədər dəyişib. 3 dəfə mi azalıb, 9 dəfə mi azalıb, 9 dəfə mi artıb? Bəlkə heç dəyişməyib qiymət ya da 3 dəfə mi artıb? Özünüz baxıb görəcəksiniz. Sizə artıq izahı verdim. 55. 5-dəki hissəsi gediləndən sonra bütün yol neçə faizi gedilməmiş qalır? Uşaqlar, yolumuz 1-dir. 1 üzərindən götürürük. Faiz götürəndə 100 üzərindən götürürük ümumi. Amma hissə deyəndə 1 hissə. Bir dənə hissəmiz var. Bir dənədir. Və biz o bir dənəni bölürük. Əgər 1-dən biz 5-dəkini çıxsaq nə qədər qalar? 1 nə deməkdir? 1 5-də 5 deməkdir, eləmi? Oy. Bərabərlik qoydum. 5-də 2 çıxsaq nə qədər qalar? 5-də 3 qalar. Deməli 5-də 2-si gedilibsə 5-də 3-ü yazırıq. Gedilməyib. Gedilməyib. Amma bizdən cavabı 5-də 3 olaraq, kəsr olaraq istəmir. Bizdən cavabı faiz olaraq istəyir. Və biz bu 5-də 3 faizini, daha doğrusu kəsrini faizə necə çevirə bilərik? Kəsri faizə çevirəndə nə edirik? Yadınızdadsa 100-ə vururduq. Və siz bunu 100-ə vurmağı artıq bilirsiniz. 60% olacaqdır. A variantı. 56-da eyni qaydada yazacaqsınız. Gəlirik sonuncu tapşırığımıza. Yolun 80%-ni getdikdən sonra bu arada əgər videomu bura qədər izləmisinizsə, rəy qisminə deməli nə atın? Panda atın. Panda şəkli emojisi atın ki, mən bilim ki, siz bunu izləmişsiniz. Gələk 57-yə. Yolun 80%-ni getdikdən sonra hansı hissəsi gedilməmiş qaldı? Yolun, bayaq dedim, ümumi kəsirdən hesablasaq 1 götürürük. Faizi ümumi hesablasaq 100 götürürük. Bu necə yadınızda saxlayın? Telefonun zaryadkası kimi, zaryadka ən maksimum 100 olur. Yəni, bunu da elə yadınızda saxlayın. Yol da 100% kimi götürsə, ümumi 100%dir. 80%-in gedibsə neçə faizi qalır? 20%-i gedilməmiş qalır. Eləmi? Amma bizdən cavabı faiz olaraq istəmir. Faiz olaraq istəsəydi, okey, 20%. Amma bizdən kəsr olaraq istəyir. Biz kəsri faizə çevirəndə neynədik? 100-ə vurduq. Amma faizi kəsrə çevirəndə neynəmək lazımdır? 100-ə bölmək lazımdır ki, biz bunu kəsr alaq. Yəni 20-ni biz 100-ə bölək ki, bunu kəsr formasına çevirmiş olaq. Deməli, faizə çevirəndə 100-ə vururuq, kəsrə çevirəndə 100-ə bölürük. Bunu da yadımızda saxladığımıza görə burada ixtisar gedir. Təbii ki, 5-də 1 qalır. Cavab D variantı. 58-də həmişəki kimi sizin öhdəliyinizə buraxıram. Əgər buraya qədər sizin sualınız oldusa, rəylərdə soruşmağı unutmayın. Sağ olun, salamat qalın.